rahat olsun sizə. Haranı sualı tamamlığın sualıdır. Çünki haranı sualı təsiri halın sualıdır. Təsiri halda cümlədə yalnız tamamlıq vəzifəsində çıxış edir. Haranı sualı təsiri halın sualı, tamamlığın sualıdır. Haranın sualı yoxdur. Çünki yəlik hal cümlədə müstəqil şəkildə cümlə üzvü ola bilmir. Söz birləşməsi ilə birlikdə cümlə üzvü ola bilir. Ona görə də haranın sualı yoxdur. Yəni siz deyə bilməzsiniz ki, Bakının küçələri haranın, Bakının nə küçələri, bu tipli suallar verə bilməzsiniz. Haranın sualı yoxdur. Sonra hara sualı isə iki cümlə üzvünün sualıdır. Bir mübtədanın sualıdır. Bir də yer zərfliyinin sualıdır. Yəni zərfliyin sualıdır. Fərqləndirməyin isə sadə bir yolu var. Yadınızda saxlayın. Əgər həmin hara sualına cavab verən sözə yönlük hal şəkilçisi artıra bilirəmsə, cümləmin mənası itmirsə, deməli yer zərfliyidir. Amma artıra bilmirəm, cümləmin mənası itirsə, deməli hara sualına cavab verən söz cümlədə mübtəda vəzifəsində işlənib. Aydın oldu? Qeyd edib yazın.